Son günlər ən çox səslənən iddialardan biri də Ramil Mehdiyevin bu komandasında müxalifət təmsilçiliyi də var. Bəli. Bu iddialara nə deyirsiniz? Məsələn, sizin mütləq ki, Vilayət bəy, mütləq ki, siz hakimiyyətə gəlmək istəyən qüvvə mütləq özünün müxalifətini seçir. Mütləq seçir. Yəni gəlmişkən dünənlərim indi bu barədən keçid edəcəm ona. 2019-dan özü bu yana mitinq oldu. Bəli. Bunu ondan əlaqələndirirsiniz siz də. Sizə bir sual verim, təqribi cavab verin. Ən dırnaqarası böyük mitinq sonuncu hansı olub? Yanvarın 19-unda. Baxın, mən orada jurnalist kimi getmişdim, bəli. İndi sizə sual verin. Bax, mən bir təşkilatçı kimi, siz Bakı Baş Polis İdarəsinin rəhbərisiz. 19 yanvara yaxud da Bakı şəhər icra hakimiyyəti 19 yanvara mitinq icazə verərsiniz. Yox, səhər 20 yanvar günüdür. Səhər 20 yanvar gündür və söhbət tək 20 yanvardan getmir. Ora 10 minlərlə adam gələcək. Oranın təşkilatçılığını təmin eləmək, oranın təhlükəsizliyini təmin eləmək. Sən Bakı şəhərinin bütün polisin diqqəti bir gün qabaq burada, bir gün sonra orada mümkün olmur. İzah edə bildim nə demək? Ən uyğunsuz vaxt nə vaxt idi? Və hamı desəydi ki, 19 yanvarda biz icazə verə bilmərik. Çünki sabah ən böyük tədbir var, dövlət əhəmiyyətli tədbir var. Minlərlə insanın təhlükəsizliyi məsələsi var. Biz onu təmin eləməliyik. Təhdidlər var, filan var. Polisin diqqəti orada olmalıdır, burada olmalı deyil. Düzdür, Vilayət bəy? 19-u ən böyük maraqlı yanaşmaydı. Yox, mən özüm miting təşkilatçısıyam. Gəlsin otursun, mən dərs keçirəm. Ona görə 2-6 ay yatmışsınız. Təbii ki, bax bu işləri mən təşkil eləmişəm. Məsələn 13-cü ildə bütün mitinqlərin miting komitəsinin rəhbəri mən idim. Mən bilirəm o detallar nədir, nədir. Həm də dövlətin düşüncə tərzi var. Baxın, Bakı şəhərində nə qədər polis sayı var ki, məhdud saydadır da. Təbii də bu. Miting, siyasi aksiya bütün polisin diqqətini ora ayırır. Ayırmalıdır da. Və özü əsasən mərkəzi baxın, Yasamal, Nəsimi, Səbail düzdür və 20 yanvar da orada. Deyə bilər ki, Nizami var, Xətai var, Nizamidə Xətayda nə 20 yanvar var, nə miting var. Eyni polislər axşam saat neçəyə qədər orada dur, səhər tezdən get oranın təhlükəsizliyini təmin elə filan elə, axşam saat neçəyə qədər orada dur, sonra səhər get işə təzədən, səhər tezdən də 20 yanvara gəl, bu mümkün deyil. Bu planlar baş şər. Düzdür və orada bir suallar yarandı. Elmlər Akademiyanın o vaxt hələ işçiləri getmişdilər. Mən soruşdum, yox, nə deyədə çıxdı yazında. Dedilər ki, bizə gəldilər, dedilər ki, sağ mitingi gedin mitingi. Mən də həmin mitingi, yəni jurnalist kimi getmişdim, çəkməyə getmişdim. Bizimkilərdən də bir getmişdilər, o heç. Amma insanlar, baxın, yəni bax, indi niyə miting olmur bəs? Mən onu soruşam da, yəni. İndi niyə, bax, sizə sual verim. 19-cu ildən bu yana, Vilayət bəy, siz indi illərdir bu həm siyasətlə məşğul olmusunuzdan çoxdan, həm media ilə məşğul olmusunuz. Sizə bir sual verim. Mən ad çəkmirəm də. Mən deyirəm, baxın, ad çəkib hədəf göstərib şey eləmirəm. Analiz edirəm, qoydusunda səhv analiz edir, düz analiz edir. 19-cu ilə qədər Azərbaycan siyasi müxalifət deyəndə ağlınıza kimlər gəlirdi? Adlarını çəkməyin. Kimlərsə gəlirdi 19-a qədər. İndi kimlər gəlir? Onlar mövqeyini nə qədər itiriblər? Kifayət qədər yəni. Niyə itiriblər? Yaxşı, bəs sən axı 2093-dən 19-a qədər monopoliyada saxlamısan. Baxmayaraq ki, onda bütün siyasi aktivlik var və sən güclüsən də hamı sizi keçə bilməyib. Düzdür? 19-a qədər siz, ya sən. 19-dan sonra nətər oldu gəldiniz elə AK Partiya uduzdu? Cəmi 2 ilə. Mehdiyev yoxdur. Mehdiyev almaydı. Mehdiyev yoxdur, Ələsənov yoxdur. Bəs salam, nə var burada? Bərabər şərait yaradılıb. Turalada onlara da, digərlərinə də. Hanı bə? Hardadılar? Tanıyan var, gəlsinə çıxaq küçəyə görə kim çoxdur. Amma indi bir məsələ də var da. Tutaq ki, məsələn, 19-a qədər Ramil Mehdiyevin deyək, dəstək verdiyi qüvvələr, əgər bunlar idisə, o ancaq dövlət səviyyəsində cəhd edə bilər. Birincisi, gələnməz hakimiyyət. İndi o da başqa məsələdir. İndi bilirsiniz, əslində yenə deyirəm, bax, burada məsələ ondan gedir ki, Mehdiyev özünün varlığını necə sübut edirdi? Bir dəfə adını çəkməyəcəm, bir deputat var idi, hələ bu diyaloq mühiti başlamamışdı. Bir-iki partiya sədrindən bu deputatla görüşdük. Deputat dedi ki, cənab prezidentin islahatlar eləmək fikri var. Və nəsə onun da qulağına söz çatmışdı və biz müxalifət partiyalarından bir 4-5 nəfər yığılmışdıq bir çay içində. Xahiş edirəm dedi, bax, biraz aqressivliyi yavaşladın, biraz təzyiqi, bir 5-6 ay şərait verin. Yəni şərait yəni İlham Əliyev islahatlar eləməsə, yəni indi söhbət bilməm nə qədər şeyi. Yəni
şey eləməyin də, yəni sizin addımları şişirdib prezidentin qabağına qoyanlar var ki, cənab prezident, sən bir damcı yumuşaqlıq eləyən kim buna bax, 50 dənə miting. O söhbətdən 2 gün sonra miting salındı. Başa düşdünüz nə deyirəm? İslahatların qarşısını almaq. Bəs Mehdiyevin lazımlılığı lazımdır axı. Cənab prezident, mən olmasam bu vəhşi vilayətlə, vəhşi Tural, görsüz çəkilər dağıdırlar, daş atırlar, mitingə icazə vermişik, gəl mitingdən qıraqda şuar qışqırırlar. Düzdür yox? Biz olmasaq, cənab prezident, bunlar hakimiyyəti dağıdar, dövləti dağıdar, biz yiyək bunların qarşısını alan. Və mənim varlığım, İsrail-İran söhbəti var da, əgər və Mehdiyevin varlığı müxalifətin radikallığından asılıdsa, Mehdiyev qoyar o dırnaq arası müxalifət batsın, qoyar sizə.